Uşaqlar, yenə də mən sizə səhifə 39 və 40-cı səhifələrdən kömək eləyəcəyəm. Səhifədə olan misallardan. Bir dənə misalımız 39-dadır, digərləri isə 40-cı səhifədədir. Görək, açaq görək 39-cu səhifədəki misalda bizdən nə tələb olunur. 39-cu misala baxsaq, 39-da misal bax budur. Uşaqlar, burada, yox, bu 41 oldu, 39. 39'da. Bunlar da deyir ki, uşaqlar burada. Təsvirlərə uyğun kəsirləri yazın. Alınan kəsirin düzgün yaxud düzgün olmayan kəsir olduğunu müəyyən edin. Yəqin siz artıq bilirsiniz düzgün kəsir nədir, düzgün olmayan kəsir nədir. Mən də bu barədə məlumat verib misalımızın həllində köməkliyə başlayacağım uşaqlar. Məsələn, bir neçə burada izah edeyim sizə əlavə vərəqdə. Elə bax, buradakı kəsirləri götürürəm. 3'də 1, 5'də 1, 8'də 1. Burada yazılan kəsirləri götürürəm. 3'də 1, 5'də 1, bir də 8'də 1. 8'də 3 olsun. 1 olmasın, laf belə olsun. Uşaqlar, bu kəsirlərdə ümumiyyətlə kəsir nədən ibarətdir? Kəsir xəttindən, xəttin üstündəkinə surət, bəziləri sürətdir, sürət yox, surət və məxrəcdən ibarətdir. Kəsir xətti, surət və məxrəcdən ibarətdir. 3'də 1, 5'də 1, 8'də 3 kəsirlərini görürsünüz burada. Deməli, kəsirin, diqqətlə bu kəsirə baxanda görürük ki, məxrəc böyükdür. Surət kiçikdir. Məxrəc böyükdür, surət kiçikdir. Məxrəc böyükdür, surət kiçikdir. Siz belə bir kəsirlərə də rast gələcəksiniz. Elə bu 40-cı səhifədə. Məsələn, olsun 2'də 5. Yaxud da 3'də 9. 9 olmasın 7. 2 dənə bəsdə hələlik. Deməli ki, buna deyilir düzgün kəsir. Yəni, məxrəcin böyük olmağı düzgündür. Düzgündür ki, məxrəc böyükdür. Yox, məxrəcin kiçik olmağı, surətin böyük olmağı isə düzgün olmadığından buna düzgün olmayan kəsir deyilir. Deyir ki, sizə qarışıq kəsirə çevirin. Bunu qarışıq kəsirə çevirə bilmərik. Düzgün kəsirləri qarışıq kəsirə çevirmirlər. Düzgün olmayan kəsiri qarışıq kəsirə çevirirlər. Bunu da misal boyu bəlkə 40-cı səhifədə və ya sonraki səhifələrdə necə çevirmək lazımdır, izah eləyəcəyəm. Bir də belə yadınızda qalsın uşaqlar. Burada təsəvvür edin ki, 3 yaşlı uşaq 1 yaşlı uşağı qucağına alıb. Burada da 5 yaşlı uşaq 1 yaşlı uşağı qucağına alıb. Normaldır da, bu doğrudur ki, 5 yaşında uşaq 1 yaşlı uşağı qucağına ala bilər. 3 yaşlı uşaq 1 yaşındanı, 8 yaşındakı uşaq 3 yaşında uşağı qucağına ala bilər. Amma burada gör, bu düzgündürmü? Bu düzgün deyil. 2 yaşlı uşaq 5 yaşlı uşağı qucağına alıb. 3 yaşlı uşaq 7 yaşlı uşağı qucağına alıb. Bu müqayisəni bizə sizin yaşlı olanda müəllimlərimiz öyrədirdi ki, bu düzgün deyil ki, kiçiklər böyükləri qucağına alır. Bunu belə bənzətmə ilə yadımızda qalıb ki, yəni ki, yaşlılara görə müqayisə olanda belə yadımızda qalır ki, bu düzgün olmayan kəsirdir. Belə bir şey ola bilməz ki, 2 yaşlı uşaq 5 yaşındanı və yaxud da 3 yaşlı uşaq 7 yaşındanı qucağına alsın. Siz də bu cür yadda saxlayın uşaqlar. Əgər belə məxrəc böyük, surət kiçik sözlər yadınızda qalmırsa, belə yadda saxlayın. Baxaq görək, deməli, nə deyilir burada? Bu misalımızda deyilir ki, kəsirləri təsvirlərə uyğun kəsiri yazın. Onların düzgün və yaxud düzgün olmayan müəyyən edin. Təsvirlərin içərisini mən doldurmamışam. 1, 2, 3, 4, 5, 6 dənədir. 3'də 1'dir bu. 3'də 1, 3'də 1. Bu da 3'də 1, 3'də 1. Kəsirlərin toplanmasından bilirsiniz ki, uşaqlar, məxrəc toplanılmır, olduğu kimi qalır. Məxrəc bərabər olanda ya uşaqlar, hamısında eynidir məxrəc, elə burada eyni bu məxrəclərdən yazırıq. Surətlər isə toplanır. 1, 2, 3, 4, 5, 6. 6'dır, bəlkə 7'dir burada. 1, 2, 3, 4, 5, 6, 7.
1, 2, 3, 4, 5, 6. Mən birini çəkməmişəm. Birini də bax bu arada çəkib. Buna da bir 3'də 1 yazıram. Burada olur 3'də 7. Bu düzgün olmayan kəsirdir. Qabağında yazıram düzgün olmayan, qısaca yazacağım. Uşaqlar, kəsir. Qısa yazılanda nöqtə qoyulmalıdır. İkinci misalımız 3'də 7. Yəni buradayıq. 3'də 1'ləri yazdıq. Əslində misalımızda 5'də 1 idi. Nəsə, mən 3'də 1'ləri yazdım. B-cidə 3'də 1 yox, bunlar 5'də 1 idi uşaqlar. Siz 5'də 1 6 dənə idi. Mən bura səhv yazdım. İndi yerimiz olarsa mən təzədən onu düzəliş eləyərəm. Bax, bunlar 5 idi. 5'də 1'lər. Özü də mən düz çəkmişəmmiş. Bu lazım deyil. 6 dənədir. 1, 2, 3, 4, 5, 6. Bu da olur 5. Bu da olur 6. Yenə düzgün olmayan kəsirdir. 5'də 6. İkincidə isə 8'də 1'dir. 1, 2, 3, 4, 5, 6, 7 dənə. 8'də 1. 8'də 1. Bunları da 8'də 1 ilə doldururam. 8'də 1. Bunu biraz dar çəkmişəm. 8'də 1. Bərabərdir. Toplasaq, məxrəc eyni olduğundan hamısında burada 8 yazıram. 1, 2, 3, 4, 5, 6, 7. Bu düzgün kəsirdir. Məxrəc böyükdür, surət kiçikdir. Düzgün kəsir. Düzgün kəsir. Baxaq buna, 7 dənədir. Burada yazmışam artıq. 1, 2, 3, 4, 5, 6, 7. Məxrəc 7'dir. Bu birləri də toplasaq 7 olur. 7'də 7. Yəni 7'ni 7'yə bölsək 1 düşər. Belə kəsrə deyirlər, 1'ə bərabər olan kəsir. Bu düzgün olmayan kəsir, düzgün kəsir. Bu da 1'ə bərabər olan kəsir. Burada yaza bilərik altında ki, 1'ə bərabər olan kəsir. Misal 2. Misal 2 40-cı səhifədədir. Misal 2'də nə deyilir? Görək. Burada bizdə nə tələb olunur? Uşaqlar. Misal 2'də tələb olunur ki, kitabdan baxaq. Misal 2'də. Verilən kəsirlər arasında düzgün olmayan kəsirləri seçib yazın. Bir neçəsini ədəd oxunda göstərin. Bəli, seçib yazmışam bunları. Mən düzgün olmayan kəsirləri mən seçib yazmışam. Cəmi bunlar hamısı düzgün olmayandır, yazılıb. İndi bunların içərisində ədəd oxunda bir neçəsini göstərirəm. Məsələn, 4'də 9 kəsirini mən ədəd oxunda göstərəcəyəm. Necə göstərəcəyim sizə? Niyə görə? Bəs adi kəsiri göstərmək olur. Ona görə ədəd oxunu çəkirəm. Bu 4 o deməkdir ki, bölünüb, 4 yerə bölünüb. Neçə bölünüb 4 yerə? 1. 1 bölünüb 4 yerə. Bax, bura qədər 1'dirsə, 1'i 4 yerə bölmüşük. Əvvəl 2 yerə bölürəm, sonra da 2 yerə. 1, 4 yerə bölünüb. Axı, bu 4 yerdən 9'unu götürmürük. Onda 2'ni də götürürük. Təqribən 2 də bura düşəcək. 2 də bura düşəcək. Bunu da böldük 4 yerə. 3 də var burada. 3 də bölünür 4 yerə. İndi 4'dən 9, yəni 4 yerə bölünənlərdən 9'unu götür. 4'dən 2 götürəndə, 1 götürəndə budur. 4'dən 2 götürsək budur. 4'dən 3 götürsək budur. 4'dən deyəndə artıq bu 4'də 4 qutardı. 4'dən keçirik bu 4'ə. 4'dən 8'ə qədər götürə bilərik. Burada üzə 8 dənə qutarır. 4 burada, 4 də burada. 4'də 8 olsaydı bura düşərdi. Amma bir dənə də bu tərəfdən götürürük. Bax, budur. Bunu hər hansı bir nöqtə ilə adlandıraq ki, A nöqtəsidir bu. Bax, bu.
ədəd oxunda 4-də 9 artıq 1 səviyyəsindən çıxır, gedir. Yəni düzgün olmayan kəsir 1-dən böyük olur. O deməkdir uşaqlar. Bax, ədəd oxu onu sübut eləyir ki, 1-i keçdi, 2-ni də keçdi, 3-ə qədər gəldi. Sizin də yadınızda qalsın ki, adi kəsir, yəni sizə göstərdiyim adi kəsirlər var ha. Bunlar 1-dən kiçik olur. Məxrəcləri böyük olanlar 1-dən kiçik olur. Amma düzgün olmayan kəsirlər cavabını tapsaq davam eləyib. Bunlar 1-dən böyük olur. O da yadınızda qalsın ki, müəllim sual versə ki, 1-dən böyük olan düzgün olmayan kəsirə demək olarmı ki, 1-dən böyükdür? Bəli. Cavabı 1-dən böyük olur. İkincini də göstərək. 2-də 5. Mən bunu buna aid göstərdim. 2-də 5. Yenə də buranı götürürəm 0 nöqtəsi. Bu da ədəd oxumuzun uc hissəsi. 1 buranı götürürəm bu dəfə. 1. 2 də bunu götürürəm. 3 də bura. 2 yerə bölürəm. Yəni 2 göstərir ki, bu 1, 2, 3 bu aralar 2 yerə bölünür. 2 yerə bölünməlidir. Bu da 2 yerə, bu da 2 yerə bölünməlidir. 5 götürməliyik. İkisini buradan götürürəm, ikisini buradan götürürəm. 4, birini də buradan götürürəm. 5. Bu nöqtəyə də bir B nöqtəsi deyək. Bax, bura düşəcək. Bu da bura düşdü. Deməli, bizdən tələb olunur ki, 1-2 dənəsini qurun. Qurduq, misal 2-də, səhifə 40-dan. Necə qurulmaq lazım olduğunu əgər yadınızda qalmadsa, bir dəfə izahla uşaqlar, bir də təkrar baxın. Ki, bu ədəd oxu sizə 5-ci sinifdə bu başlanğıcdır. Hələ kəsirlər sizdə geniş verildiyi kimi 5-ci sinifdə. Daha bir də bunlar təkrar olunmayacaq. Bunları elə bu dərslərdə öyrənin, keçin. Misal 2-dən keçirik, misal 3-ə. Misal 3-də nə deyilir? Toplamaq lazımdır bunları. Bu qaydada biz əvvəlki kəsirləri topladıq. Bərabərdir. 4. Məxrəc eyni olduğundan burada elə bunların eynisini yazıram. Surətləri isə toplayıram 5. Baxırıq görək bu davam olunurmu? Kitabda mən baxım görək bu davam olunur, yoxsa burada qutarır. Misal 3. Misal 3-də tələb olunur ki, misal 3-dürmü? Bəli. Misal 3-də deyir ki, cavabı düzgün olmayan kəsirdir. Hansı misalın cavabı düzgün olmayan kəsirdir? Baxaq görək. Bax, bu düzgün olmayan kəsirdir. Buna da baxaq. 5-dən toplasaq 2-nə 3-ü 5. Bu isə yox. İndi hansı düzgün olmayan kəsirdir? Qarşısında mən 3-də qoyacağam ya da deyəcəm ki, axır budur da. 10-da 9. 10-da 9. Bu düzgün kəsirdir. Məxrəc böyükdür, surət kiçik. Çıxırıq burada. 6-dan 5-dən 3 çıxsaq 2. Bu da düzgün kəsirdir. Düzgün kəsirdir. 2-də 1, 2-də 1, 2-də 1. 2. Bu da toplayanda olacaq 3. 2-də 3. Düzgün kəsir. Bu düzgün kəsir deyil. Düzgün olmayan kəsirdir. 8 yazırıq. Surətləri 10. Ondan da 3 çıxırıq. 7. Bu da düzgün kəsirdir. Surət kiçikdir. Deməli, bu sıra hamısı düzgün kəsir oldu. Burada isə düzgün olmayan kəsirlərin qarşısında mən istəyirəm onu yazam. Qırmızı ruçka ilə yazam uşaqlar. Görək, qırmızı ruçkamı görmədim nəsə stolun üstə. Bəli, burada yoxdur. Elə göylə yazım onda. Deməli, düzgün olmayan budur. 4-də 5. 3də qoyaq. Bu 1-ə bərabərdir. Düzgün olmayan deyə bilmərik və yaxud da düzgün kəsir də deyə bilmərik buna. Bir də bax, budur. 2 dənə düzgün olmayan kəsir var. 4. Bölmə əməlini adi kəsirlə yazın. 1/3. Bölünən burada olur surətdə. 3 isə aşağıda. 4/5. Bölünən surət, bölən məxrəcdir. 3/7. 9/4.
Bunu da yadınızda saxlayın ki, və yaxud da kəsri veribsə sizə, deyəcək ki, bu kəsri oxu görüm. Deyirsən 6-da 5. Başqa necə oxumaq olar bunu? 5 böl 6 demək olar ona. 5 böl 8. Yəni bu bölünəndir, bu böləndir. 5 böl 2. 17 böl 10. Sonra 3 böl 10. 7 böl 9. Davam eləyirəm 5-ci misalına. 5-ci misalımızda deyir ki, uyğun ədədləri yerinə yazın. Bölünən surətdədir. Var, verilib 3. Bu məxrəc olmalıdır. 5-i buraya yazırıq. Bölünən 1-dir. Birinci bölünəndir. Birinci bölünəndir. 5 olacaq burada. Surət bura gəlir. Bölünənin yerinə. Burada isə 4 böl, bu ikinci yer bölən məxrəcdir. 9. 9 bölürük neçəyə? Məxrəcə bölürük də. Məxrəcimiz budur, 7. Burada yazırıq 9. 6-da nə deyilir? Yenə mən kitabın izahına baxım, dəqiq olsun. 6-da deyilir ki, uşaqlar, bu axırıncı misalımızdır. 40-cı səhifədə. Gözəl balalar. Siz də bəyənin, abunə olun, paylaşın ki, videolarımız bu cür əziyyətlə çəkirəm, internet olmayan bir yerdə. Hamı istifadə edə bilsin, uşaqlar. Deməli, kəsirləri ardıcıl yaxud tam ixtisar etməklə. İndi ixtisarda bizə nə lazım olacaq, uşaqlar? Əbob. Mən ardıcıl ixtisar eləmirəm. Olsun ki, bu biraz sizi çaşdırar. Bunun üçün ayrı bir mövzudur, geniş mövzudur, ardıcıl ixtisar eləmək. Kitabınızda da var, müəllim də yəqin izah eləyib. Yəni, şifahi deyirəm, 8-i 2-yə bölürlər, sonra da 12-ni də 2-yə bölürlər. Olur 6-da 4, bir daha da bölürlər. Mən isə bunu qısa eləyirəm. 4-ə bölürəm. Əbob 4-dür. 8 də 4-ə bölünür, 12 də 4-ə bölünür. Deməli, 8-i 4-ə bölsək, harada yazaq ki, 4, belə ki, karandaşla yazıram ki, həm bunu 4-ə böldüm, həm də bunu 4-ə böldüm. Əbobumuz bu iki ədəd üçün 4-dür. 8-i 4-ə böldüm 2, 12-ni 4-ə böldüm 3. 6-ya bölünür 18, 6-ya bölünür, 6 da 6-ya bölünür. Ona görə bunun üstündə 6 yazıram. Ən böyük bölən 6-dır. Hər ikisini 6-ya bölürəm. Əbobu 6-dır. İndi siz bildinizmi ki, əbob bizə nəyə görə lazımdır? 18-i də 6-ya 3. Əbob kəsirləri ixtisar etmək üçün lazımdır, uşaqlar. 18 ilə 24 6-ya bölünür bu da. 9-a bölünmür, 8-ə bölünmür, 8-ə bölünür ya. Bu bölünür, bu yox. Yenə 6-ya bölünür. Bu qaldı. 12 ilə 16 4-ə bölünür. 3, 4. Deməli, 4-ə bölsək, 12-ni 4-ə bölürük. 16-nı da 4-ə bölürük. Hər ikisi eyni bir ədədə bölünməlidir. Fərqli yox. 3, bu da olacaq 4. Bundan o tərəfə ta bölünmür. 18 ilə 24 də 6-ya bölünür. 3, 24-də 6-ya bölsək, 4. Davam eləyirəm. 12 ilə 30 üçün. 12, 30 neçəyə bölünür? 6-ya. 6-ya bölünür. Hər ikisi 6-ya bölünür. Ona görə üstündə 6 yazıram. 16 ilə 40 isə 8-ə bölünür. 8, bu da 8-ə bölünür. 24 ilə 32 də 8-ə bölünür, uşaqlar. 8, bu da 8. 30 ilə 36 6-ya bölünür. 6, 6-ya bölünür. Daha böyük ədədlərin də bölünməsi verilərdi. Ancaq sizə elə 6, 4, 2, 3 belə ədədlərə rast gəldiniz. Ona görə ki, siz təzə başlamışsınız ixtisarı öyrənməyə. 12-ni 6-ya bölsək 2, 30-u 6-ya bölsək 5. 16-nı 8-ə bölsək 2, 40-ı 8-ə bölsək 5. Bu da 5-də 2. 24-ü 8-ə bölsək 3, 32-ni 8-ə bölsək 4. 30-u 6-ya bölsək 5, 36-nı 6-ya bölsək 6. Bu bizim axırıncı misalımız idi, uşaqlar. Belə çalışdım ki, mən 39-40-dan sizə bəlkə də sürətlə izah elədim, keçdim.
kömək eləyim. Hər halda ev tapşırıqlarını etməmiş getməyin. Bu qədər uşaqlar, sağ olun.